Məktəb mühitindən danışdıq, lakin bir gerçək də var ki, uşağa kitabı sevdirən, uşağı kitabla tanış eləyən ilk insan məhz valideyndir. Bu yerdə ev mühitinə toxunmasaq olmaz, çünki valideynlərin rolu bu mövzuda əhəmiyyətlidir. Kitab evin güzgüsüdür. Sözü verirəm, bugünkü forumumuzun xüsusi qonağı olan kitab blogeri, PR mütəxəssis Sərxan Rüstəmova. Buyurun Sərxan. Salam, hörmətli müəllimlər, dəyərli qonaqlar, hər birinizi xoş gördük. Əlimdə bir kitab və bir telefonla çıxmışam. Mövzuya keçməzdən öncə, dünən axşam oğluma bir söz vermişəm. İstəyirəm o sözü yerinə yetirim. Dünən mən bu çıxışa hazırlaşanda oğlum gəldi, dedi, nə edirsən, nə ilə məşğulsan? Dedim, bəs sabah biz müəllimlərin önündə çıxış edəcəyik. Dedi, ondursa müəllimlərə mən deyəşirlər deyə bilərsən? Dedim, hə, bilərəm. Dedi, başladı danışmağa, dedim, gözlə mən onu yazım, telefona qeyd eləmişəm. Bizim o 4 oğlumun dediyi, bəlkə də uşaqların müəllimlərinə demək istədiyi sözləri sizinlə bölüşüm, sonra çıxışa başlayayım. 1. Uşaqları sərbəst buraxmaq, onları çox sıxışdırmamaq. 2. Onlara tənəffüsə şərait yaratmaq. 3. Ev tapşırığı çox verməmək. 4. Uşaqlara qışqırmamaq. Bu sözləri deyən oğlum Məhəmməd Əmindir. Onun 10 yaşı var. Mən burada taymeri qurum ki, vaxtı keçməyim. Deməli, elə oğlumun yaşı ilə 2016-cı ildə doğulub, eyni ildə mən bir kitab blogu yaratdım, YouTube kanalı açdım. Artıq 10 ildir ki, həmin kanalda fəaliyyət göstərirəm. Kanal açmaqda məqsəd insanlara, valideynlərə, cəmiyyətə kitab mühitini, kitabı sevdirməkdir təbii ki. Amma o kitab kanalında fəaliyyət göstərdikcə gördüm ki, elə oradan ən çox fayda görən, fayda götürən elə özüməm. Və mən belə bir slayd da hazırlamışam. Deməli, mən hiss elədim ki, uşaqlara kitab oxumaq, get kitab oxu demək, bugün hansı kitab oxudun, neçə aldın, yəni bu suallara ümumiyyətlə ehtiyac yoxdur. Uşaq kitab oxusun, kitab oxuyan uşaq, ağıllı uşaq, yaxşı qiymət alan uşaq, sakit oturan uşağa biz yaxşı uşaq kimi baxırıq. Əslində, uşaq dəcəl, səs salan, bəlkə də nə vaxtsa dərsdən qaçan, nadinc olmalıdır. Uşaq əgər nadincdirsə, əgər uşaq səs salırsa, əgər uşaq müəllimə etiraz edə bilirsə, sual verə bilirsə, deməli o uşaq diridir, canlıdır, ailəsi tərəfindən sevilən uşaqdır. Əgər uşaq sakit dayanırsa, bütün dərslərini yaxşı oxuyursa, o uşaqda problem var. Yəni, uşaq ancaq 5 almağa çalışırsa, bu uşaq ya valideyni tərəfindən, ya da müəllimləri tərəfindən sıxışdırılır. Mən istəyərdim ki, növbəti slayda keçməzdən öncə çox sevdiyim bir kitab var. Bu kitabı kimlər oxuyub, əziz müəllimlər? Ağzambaqlar ölkəsi kitabını. Əl qaldırısını oxuyanlar zəhmət olmasa. Ağzambaqlar ölkəsi bugün təhsildə dünyanın bir nömrəli ölkəsi olan Finlandiyanın bataqlıqlar ölkəsindən necə zambaqlar ölkəsinə keçməsindən bəhs edir. Bu kitabın naşirləri də buradadır, dəyərli Şəmil bəy və Səbuhi bəy. Mən düşünürəm ki, bu nəşriyyatlar bəlkə də bir kitabı nəşr eləmək belə, başqa heç bir kitab nəşr eləməsə belə kifayət edə bilər. Bu kitab o qədər dəyərlidir. İstəyərəm ki, bu müəllimlər bu kitabı oxusunlar və oxumayanlar üçün buradan bir hissəni, icazənizlə sizə səsləndirmək istəyirəm. Mənim müəllimlərlə çox işim yoxdur bugün, valideynlərləndir. Buradakı müəllimlərdən neçə nəfər həm də valideyndir, yəqin ki, əksəriyyət həm də valideyndir. Valideyn olanlar əl qaldırsa zəhmət olmasa, kifayət qədər burada valideyn var. Bu kitabın baş qəhrəmanı Snellmandır. Snellman, görün valideynlərə nə deyir? Snellman çox vaxt gəncləri danlayır və qınayırdı. Amma bəzi yaşlı insanlar gənclərin xeyrsizliyi və pozulmuş əxlaqları ilə bağlı şikayət edəndə onların tərəfini saxlayırdı. Qəbahət gənclərdə deyil, sizdədir. Siz gəncləri necə tərbiyə etsəniz, onlar elə yetişəcəklər. Gənclərə verdiyiniz tərbiyə nədən ibarətdir? Heç nədən. Analar ev işləri görmək və yemək pişirməklə, atalar da məmurluq, ticarət, dükan və ya fabrik işləri ilə məşğul olurlar. Gecələr də gec saatlara qədər
vaxtlarını çayxanalarda və əyləncə məclislərində keçirir və ya qumar oynayırlar. Mən demirəm, bizdə qumar oynayan yəqin ki, yoxdur deyirəm. Uşaqları ilə məşğul ola bilmirlər. Çünki bunun üçün vaxtları yoxdur. Həm də uşaqlarla məşğul olmaq insanı yoran bir işdir. Onlar öz övladları ilə danışmır, onların problemləri ilə maraqlanmırlar. Sadəcə boş vaxtlarında onları oxşamağı bilirlər. Onlara şirniyyatlar və oyuncaqlar almaqdan başqa heç nə etmirlər. Sonra da indi də öz otağınıza gedin. Səs salmadan öz-özünüzlə oynayın deyirlər. Davam biraz daha sərt olacaq, hazır olun. Əslində bunun mənası belədir. Bircə başımızdan rədd olun. Nə istəyirsiniz edin. Sadəcə bizi narahat etməyin. Bəzi hissələrini oxuyaraq sonlandırmağa çalışıram. Bəzi ailələrdə uşaqlar yaxşı qidalanırlar, yaxşı geyindirilirlər, fiziki sağlamlıqlarına diqqət yetirilir. Ancaq bütün bunlara baxmayaraq uşaq ruhunun saflığı, aclığı və bəzəyi yaddan çıxarılır, deyir Snellman. Və sonda mən, təşəkkür edirəm, çox sağ olun. Və sonda mən orada müəllimlərə olan, Snellmanın müəllimlərə olan xitabını da oxuyacağım. Amma indi yenidən qayıdırıq ailəyə və valideynlərə. Uşağın beyni sözlərlə inşa olunur. Bu nədir? Mən buradakı müəllimlərə nəyə görə söz deməyə üzüm yoxdur. Çünki mən 3 uşaq atasıyam. Mən evdəki öz 3 övladıma onları idarə eləmək, onlara söz keçirməyin necə çətin olduğunu anlayıram. Mən bilirəm ki, sinifə girəndə qarşısında 30-40 uşağı olan bir müəllim heç vaxt o uşaqlara vaxt çatdıra bilməz. Onların qayğısına tək-tək qala bilməz. Və nəzərə alın ki, o 30 uşaq hərəsi fərqli bir ailədən gəlir. Ona görə də əsas məsələ əslində məktəbə qədər həll olunmuş olur. Çox təəssüf olsun ki, ilk 3 yaşda uşaq zehninin, uşaq beyninin 80% inkişafı tamamlanmış olur. Və biz bu 3 ili təəssüf ki, unuduruq. Buna bağlı çox gözəl bir kitab var. Masaru Ibuka'nın Bağçada artıq gec olacaq kitabı. O Masaru Ibuka həm də Sony şirkətinin qurucusudur. O deyir ki, ilk 3 il çox önəmlidir. Biz o 3 ili unuduruq. Bilirsiniz niyə? Çünki həmin 3 ildə biz uşağı kimlə yarışdırmaq ehtiyacı duymuruq. Biz uşağımızı 6 yaş olanda, məktəbə gedəndə, digər uşaqlardan az şey eləyəndə, rəngləri saya bilməyəndə, zəif qiymət alanda narahat olub üstünə düşməyə başlayırdıq. Amma təəssüf olsun ki, artıq qatar getmiş olur. Və başqa bir müəllif Dana Suskind deyir ki, onun bir kitabı var, 30 milyon kəlmə. İlk 3 ildə uşaq nə qədər çox söz eşidərsə, onun beyin neyronları arasında çox əlaqələr qurulur. Biz bu əlaqələri vaxtında qurmayanda, sonra müəllim ona heç nə edə bilməyəcək. Və yaxud da ki, çox az nəsə edə biləcək. Ona görə əziz valideynlər, əziz müəllimlər, siz valideynlərlə çox kontaktdasınız. Bunun önəmini onlara hansısa formada çatdırmağın yollarını fikirləşməliyik. Bağlanan kitablar və açılan ekranlar. Bu ilə bağlı çox gözəl bir kitab var. Rəqəmsal dünyada uşaq böyütmək kitabı. Biz uşaqlara kitab oxumağı, oxutmağı sevdirmək istəyirik. Amma özümüz görəsən nə qədər kitab oxuyuruq. Belə gözəl bir termin var, adı nomofobiya adlanır. Fobiyalar müxtəlifdir, məsəl üçün liftdə qalmaq qorxusu olan fobiya var, böcəkdən qorxan insanlar var. Nomofobiya isə telefonu yanında olmayanda insanın narahat olmasıdır. Məsələn, biz bu tədbir müddətində tez-tez telefonumuzu açıb baxırıqsa, görəsən nə bildiriş gəldi, görəsən mesaj gəldi mi? Və alimlər hesablayıblar ki, hər bir insan gün ərzində ortalama 150 dəfə telefona baxır. Təsəvvür edirsiniz, 150 dəfə. Hər baxdığımız zaman ən azı 1 dəqiqə vaxt ayırsaq, bu 150 dəqiqə eləyir. Yəni 2 saat yarım. Hər gün 2 saat yarımımız bizim nəyə gedir? Telefona baxmağa gedir. Bu il ərzində 730 saat eləyir. 730 saat. Və uşaq evdə kitab oxuyan valideynmi görür, yoxsa telefona baxan valideynmi görür? Məşhur bir söz var, bugünün oxucuları sabahın liderləridir. Mən bu söz nəyə görə yazdım? Biz valideynlər olaraq istəyirik ki, uşağımız gələcəkdə belə vəzifədə olsun da, belə karyerası yaxşı olsun, yaxşı yerə gəlsin, özünə ev eşiyi alsın. Bəlkə bilməm, yəni valideynlərə təsir edə bilər ki, bugünün oxucuları gələcəyin liderləridir. Uşaqlarınızı oxudun,
onların mütaliə eləmələrinə şərait yaradın ki, onlar gələcəkdə daha uğurlu, daha bacarıqlı insanlar olsunlar. Və biz gəlirik yekunda müəllimlərə. Burada nəyə görə təəssüf olsun ki, yenidən müəllimlərin üzərində böyük əziyyət düşür, zəhmət düşür. Çünki belə bir reallıq var. Valideynlərin hamısı eyni deyil. Hərəsi fərqli yerdən gəlib, bəzilərinin bəlkə ki, ali təhsil almaq imkanları olmayıb, bəzilərinin hal-hazırdakı şəraiti, iş şəraiti, məişət şəraiti elədir ki, o ümumiyyətlə övladına vaxt ayıra bilmir. O ümumiyyətlə evə bəlkə çox gec saatlarda gəlir. Həmin valideynlərin artıq sığınağı, pənah yeri siz əziz müəllimlərsiniz. Çünki siz müəllimlərin hər birinin ali təhsili var, siz bu sahədə pedaqoji fəaliyyət göstərirsiniz və mütaliə edirsiniz. Artıq bu insanların, baxın bu evdəki o toz basmış bu kitablar varsa, yəni belə toz basmış kitablar varsa, bu həm də o uşaqların zehninin toz bastığının göstəricisidir. Biz müəllimlərin, yəni sizin vəzifəniz həm də həmin tozu silməkdir. Və mən istərdim ki, yekunda nəhayətdə yenidən Ağzanbaqlar ölkəsinin kitabındakı Snellmanın müəllimlərə olan müraciətinə qayıdaq, o hissəni də sizinlə bölüşüm. Əziz müəllimlər olaraq oxuyacağım bu hissəsini. Əziz müəllimlər, öhdənizə düşən işin necə ağır və yorucu olduğunu bilirəm. Ucqar bölgələrdə hansı çətinliklərlə çalışdığınızı və göstərdiyiniz səylərin xalq tərəfindən lazımi şəkildə qiymətləndirilmədiyini də bilirəm. Maddi vəziyyətinizin yaxşı olmadığını da bilirəm. Amma nə edək? Heç vaxt yaddan çıxarmayın ki, biz millət oyandırmaq üçün çıxdığımız yolun hələ ki lap başlanğıcındayıq. Yeni təhsil ordusunun öndə gedənlərindənik. Cəhalətlə mübarizədə bütün çətinliklərə sinə gəlmək məcburiyyətindəyik. İlk vaxtlar bəlkə də bizi başa düşməyəcəklər, amma fədakar olmalıyıq. Bəlkə aramızda veriləcək qurbanlar da olacaq. Bu da zəruridir. Ondan qaçmaq mümkün deyil, deyir Snellman. Mən bayaqki çıxışları dinləyəndə şəxsən o BSG, KSG bu sözləri işitib qorxdum. O böyüklər DTX, din sözündən qorxduğu kimi uşaqları da bu BSG-dən, KSG-dən qorxurlar. Ona görə çalışmaq lazımdır ki, uşaqları çox bu BSG ilə, KSG ilə qorxuzmayaq, onları sevək, onlara həm də kitab sevgisini bağışlayaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.